Bismillahirrahmanirrahim. Əziz gənclər, dəyərli möminlər. Bu günləri 5-ci imamımız olan İmam Muhammed Baqir əleyhissalamın şəhadət günüdür. Başda İmam Zaman ağa olmaqla bütün müsəlmanlara baş sağlığı diləyirəm. İmam Muhammed Baqir əleyhissalam hicrətin 53-sində, miladi ilə 677-ci ildə Mədinədə dünyaya gəlmişdir. Atası İmam Zeynəl Abidin, anası Fatimə bint Həsən İmam Həsənin qızıdır. O həm İmam Həsənin, həm də İmam Hüseynin nəvəsidir. Bu bərəkətli nəsillə birləşdirən nurani şəxsiyyətdir. İmam Baqir əleyhissalamın Baqir ləqəbi verilməsi. İmam Baqir əleyhissalamın ləqəbi elmi dərindən araşdırıb, təhlil edən və yayaraq açıqlayan şəxsin mənasını verir. Bu ləqəbi ona birbaşa Həzrət Peyğəmbərimizi əleyhissalamın özü verir. Resulullah sahabəsi Cabir ibn Abdullah Ənsariyə belə buyurur: Ey Cabir, sən mənim nəvələrimdən olan Muhammed ibn Əli ilə görüşəcəksən. O elmi dərindən bilən və yayandır. Ona mənim salamımı çatdırarsan. Cabir bu vəsiyyəti yerinə yetirdi. Beləcə İmam Baqir əleyhissalam Resulullahın salamını cavab verən nadir şəxslərdən biri oldu. İmam Baqir əleyhissalam həyatını, Quranın maarifinin yayılmasını və elmin dərinləşdirilməsini, şagirdlərin yetişdirilməsini, əxlaq və mənəviyyatın dirçəlməsini həsr etdi. Ən dəyərli kəlamlardan da biri budur. İmam Muhammed Baqir əleyhissalam buyurur: Üç şey müminin xeyri aparır. Allah qorxusu, nəfsi ilə mübarizə, uzun arzulardan keçinmək. Onun tələbələri arasında İmam Sadiq əleyhissalam, Zürarə ibn Əyyan, Məhəmməd ibn Müslim kimi elmli şagirdlər yetişmişdir. İmamın şəhadəti Hicrətin 114-cü ildə Zilhicce 7-sində, miladi ilin 730-cu ildə Mədinədə şəhid olmuş. Təqribən 57 yaş etmişdir. Zəhəri o zaman zalim və hiləgər Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin əmri ilə ona verildi. O müqəddəs Bəqi qəbirstanlığında dəfn olundu. Əziz gənclər, İmam Baqir əleyhissalam bizə göstərdi ki, elm yalnız kitablarda olan sözlər deyil, elm davranışla İslamı olur. O sübut etdi ki, ədalət, ağıl və iman əsl gəncin bəzəyidir. Bugün onun yolunu davam etdirmək, daha çox öyrənmək, düşünmək və əxlaqlı yaşamaq deməkdir. Biz də böyük imamın məktəbindən ilham alaraq cəmiyyətə nur saçan gənclər olmalıyıq. Allah Taala bizləri imamın layiqli nökərlərindən qərar versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.